Mənim üçün bir məşq. Bir məşq, amma yaxşı olardı ki, məşqlər bir olmasın. Yəni 3, 4, 5 məşq olsa. Mən bir dəfə məşq elədim, çünki əslində məşqlər oldu. Mən gəlib burada mənim yadım, burada elədik. Elə burada. Amma uşaqlar məndən öncə də bir dəfə məşq elədilər. Mən o məşqlərə gələ bilmədim. Məncə 1-2 dəfə elədilər. Məndə alınmadı gəlmək. Valla bir dəfə bəs elədik, adam sadəcə baxır kim hansı pozisiyada oynayır, nə etmək lazımdır. Təbii ki, komandada peşəkarlar var. Belə deyək də, kimi çıxmasın. Yəni sən də onların kölgəsində. Özdə bunların komandasında normal, keçmişdə normal sevilən futbolistlərdir də. Müdafiədə də misal üçün yaxşı istiqamətləndirirlər. O böyük. Mən çünki mini sahədə oynamışam, orada offside yoxdur. Amma burada artıq sənə müdafiəçi deyir ki, xətti gözlə və sən yadva salsın. Doğrudan futbolda xətti gözləyirlər. Bir dənə qabağa atar yoxsa yox. Yox, təbii ki, hər işin peşəkarı olmalıdır. Yəni burada da peşəkarlar olmasaydı, valla adi tək medianın məncə çox maraqlı olmazdı. Məncə peşəkarların olması, köhnə peşəkarların olması Qarışdırır. həm də motivasiya verir də digərlərə. İnsanlar da baxırlar ki, okeydir, yəni belə etmək olar. Ya peşəkar deyək ki, karyeram bitməyə o demək deyil ki, stadionla qurtardım.